Salam hörmətli izləyicilər. Bugün çox maraqlı bir avtomobillə gəlmişik. Avtomobilimiz Geely Manjaro. Geely Manjaro restylinqdən öncə 2024-cü ildə sadə mühərriklə təchiz olunmuşdu. 2025-ci ildə restaylinq olunub avtomobil və restaylinqdən sonra artıq avtomobil xarici görünüşündən əlavə olaraq artıq hibrid mühərriklə təchiz olunub. Bu isə avtomobilin həm ekonomik cəhətdən daha yaxşı olması, həm də performans cəhətdən, yəni daha dinamik olmasını daha da yaxşı elədi. Qarşılayın, avtomobil Geely Manjaro. Avtomobilin eksterierindən danışsaq, avtomobil kifayət qədər premium hissi yaradan bir avtomobildir. Bu avtomobildə ön tərəfdə baxsaq, çox böyük radiator barmaqlığı var, xromla üzlənib, həmçinin loqo restylinqdə dəyişib, tam elə xrom olub. Daha sonra faralarımız arxa və öndə tam full LED-dir. Bircə burada düşünürəm ki, əski olan duman işıqlarıdır. O da ki, bu avtomobildə nəzərdə tutulmayıb, çünki öz faraları kifayət qədər yaxşı, dumanda da, adi havada da yolu işıqlandıra bilir. Gördüyünüz kimi avtomobilin diskləri kifayət qədər iridir. Çox böyükdür, 20-lik disk təkərlərdir. Təkərin arkaları içərdən podkrilnik deyirlər də buna. Podkrilnikin yarısı belə fərqli bir materialdan hazırlanıb, hansı ki daha yumuşaq vors materialı deyirlər də, vors materialından hazırlanıb ki, içəri səs verməsin. Yarıya qədər elədir. Ön tərəfində isə sadə plastikdəndir. Arxa tərəfdə isə tam olaraq podkrilnik həmin materialdan hazırlanıb ki, salonda təkərin səs-küyü çox eşidilməsin. Daha sonra burada 360 dərəcə kamera, hətta burada deyərəm sizə ki, 360 yox, 540 dərəcədir. Yolsuzluq şəraitində olsanız belə, avtomobil altında nə varsa onu görəcəksiniz kameralar sayəsində. Avtomobildə kənarlarda da xrom elementləri unutmayıblar. Hətta güzgüdə belə, bu hissədə və qapının dəstəklərində belə xrom elementlər var. Xırda xrom elementlər var. Daha sonra yuxarı hissəsində belə bir duqalarımız var. Hamı duqa deyir buna, Azərbaycanca bilmirəm, başqa nə deyərdilər. Amma hamı duqa deyir deyə belə deyirəm. Daha sonra avtomobildə açarsız daxil olma var. Yalnız ön qapılarda, arxa qapılarda yoxdur. Gördüyünüz kimi avtomobilin arxası çox gözəldir. Xüsusi gözəllik ona verən məhz bu LED işıqlardır. Həmçinin də loqo burada fərqli dizayn olunub. Ön tərəfdə balaca loqonu görsəydik, burada isə artıq Geely sözü yazılıb. Daha sonra Çin dilində onun komplektasiyası haqqında məlumat yazılıb. Ümumiyyətlə fikir verə bilərsiniz, difuzoru biraz fərqlidir. Burada səs boğucu yeri yoxdur. Səs boğucu əslində var. Lakin arxada gizlənib ki, daha səliqəli görsənsin. Amma o olmasa belə, yenə də Geely burada avtomobilin aqressivliyini göstərə bilib. Burada düşünürəm ki, avtomobilin artıq kapot altına, mühərrik hissəsinə keçə bilərik və mühərrikini də sizə göstərə bilim. Buyurun. Deməli, kapotu qaldırmaq üçün burada BMW avtomobillərində olduğu kimi dəstəyi 2 dəfə dartmaq lazımdır və artıq bu hissədə heç nə axtarma ehtiyac yoxdur. Yəni, həmişə belə axtarığa ehtiyac yoxdur. Sadəcə belə qaldırırsan və amortizatorlar kapotu qaldırır. Kapot kifayət qədər yüngüldür, çox ağır deyil. Daha sonra bizi qarşılayır burada 1.5 litr həcmində olan mühərrik və hibrid mühərrik. Bu iki mühərrik avtomobildə 290 at gücü verə bilir. SUV avtomobili üçün özü də bu qiymət segmentində, qiymətin qabaqda deyəcəm sizə,
290 at gücü olması çox yüksəkdir. Dostlar, və interyer hissəsinə keçməmişdən öncə istəyərdim sizə avtomobilin baqaj hissəsindən məlumat verim. Avtomobilin baqaj hissəsi elektrik amortizatorlarla açılır və kifayət qədər hündürdən açılır. Yəni hündür insan olsa belə, yəni maneçilik eləməyəcək bu hissəsi. Daha sonra burada bir funksiya var. Funksiya odur ki, misal üçün burada sizin əşyalarınız var, paketləriniz var və siz onları götürüb birbaşa getmək istəyirsiniz. Amma baqajı bağlamaq lazımdır axı. Ona görə nə edirik? Sadəcə bu düyməni 2 dəfə basırıq və avtomobil siqnal verərək bizə işarə edir ki, neçə saniyədən sonra baqaj özü avtomatik bağlanacaq. Tutalım ki, burada bir əşyalarımız var və biz bunu eləmək istəyirik. Artıq görürsünüz, bilmirəm eşidilir yoxsa yox. Buradan səs gəlir və biz əşyalarımızı götürüb gedirik. Baqaj isə avtomatik bağlanacaq. Çək. Avtomobilin baqajı kifayət qədər böyükdür. Bu baqajda düşünürəm ki, 3 dənə çemadan yerləşər. İkisi belə, birini də üstdən qoymaq olar. Hətta birləşsən 4 dənə də yerləşər. Daha sonra bu baqaj 3 mərhələlidir. Yəni, bu hissəni açandan sonra biz burada xırda əşyalarımızı yerləşdirə bilərik. Daha sonra ən alt mərhələsində isə burada ehtiyat təkəri və domkrat və digər xırda alətlərimizi yerləşdirə bilərik. Həm də burada özündə də var. İndi isə keçək avtomobilin interyerinə. Deməli dostlar, salondan danışanda istəyərdim elə salonun arxa tərəfindən danışım. Çünki bu bir premium avtomobildir. Və premium avtomobildə ən önəmli hissə məhz buradır. Müdürün oturacağı, belə deyək. Burada bizi nə qarşılayır? Birincisi panoramik dam. İkinci rahat dirsəkaltı. Hansında ki 2 dənə stəkan yeri var. Burada həm balaca, həm böyük stəkanlar yerləşir. Çünki balaca hissələr var, hansı ki balaca stəkanları tutacaq və onlar aşmayacaq burada. Daha sonra burada balaca telefon yeri var. Telefonu şarj etmək üçün USB-A. Düşünürəm ki, yeni maşın üçün USB-C olsaydı daha yaxşı olardı. Lakin yenə də heç nə olmaz. Və klimat idarə etmə sistemi mövcuddur. Qalan isə bizə qalır rahat elə oturub səyahət etmək. Salon rəngi kərpic rəngidir. Bu bir trenddir. Çin maşınları arasında bir trenddir. Çin maşınlarında çoxunda biz bu kərpic rəngini görə bilərik. Bəlkə də artıq yorulmuşuq. Lakin mən düşünürəm ki, bu avtomobilə bu rəng çox yaraşır. Bütün rənglər bunu boğardı. Bu isə daha premium hissi yaradır. Başqa arxa tərəfdə məncə nəsə qalmayıb. Bircə onu deyə bilərəm ki, bu hissədə belə bir mebel üzləməmiz var. Əvvəl elə bilirdim ki, plastikdir, amma mebeldir, taxtadandır. Burada Infinity səs sistemidir. Sadə və full komplektasiyanın fərqi elə ondadır ki, Infinity səs sistemi yalnız full komplektasiyadadır və 10 dinamikdən ibarətdir. Sadə komplektasiya isə 8 dinamikdən ibarət sadə səs sistemi olacaq. Mənfi cəhətlərdən burada nə deyə bilərəm? Şarj üçün olan yerdə USB-C yox, USB-A-dır və qapımız açılma bucağı o qədər də yüksək deyil. Açanda bu qapı biraz da çox açılsaydı, mən buradan daha rahat minib düşərdim. Amma yenə də pis deyil. Bir də qapının kənarlarında bu hissəyə, bu hissəyə xüsusi rezin alıb qoymalısan. Niyə? Çünki avtomobili palçıqlı havada sürəndə ora çoxlu çirk yığılır. Və siz düşəndə artıq bütün şalvarlarınız və yaxud da ki paltodasınızsa paltovuz batacaq. Belə, keçək avtomobilin ön tərəfinə. Salonun ön tərəfi arxasından heç də geri qalmır. Ön tərəf çox funksional və texnolojidir. Həmçinin də təbii ki rahatdır. Burada mən 1.72 boyum var. Rahat əyləşmişəm. Düşünürəm boyda məndən hündür olanlar da burada rahat oturacaq. Avtomobili sürmək məncə daha rahat olacaq. Qarşımızda nə var? 2 dənə böyük monitorumuz var. Hətta 2 yox, 3 dənə monitorumuz var. Biri burada pasajir üçün, biri ortadadır və biri də çox böyük bir
sürətlər panelimiz var. Daha sonra ambiyans işıqlarımız var. Ambiyans işıqlar yalnız salonun ön tərəfindədir. Arxada yox idi. Bu nə üçündür? Bu isə sərnişininiz siz yolsuzluq şəraitində avtomobili idarə edərkən özünü daha təhlükəsiz hiss eləsin deyə buradan tutacaq. Bu şeyləri biz Porsche-lərdə görürdük. Cayenne-də misal üçün burada belə bir şey var. Sadəcə orada iki tərəfdəndir, burada bir tərəfdəndir. Niyə? Çünki sürücü onsuz da buradan tutur. Ona görə yəni ona ehtiyac yoxdur buradan tutmağa. Və bir çox funksiyalar var əslində. Burada wireless charging, yəni telefonu simsiz şarj etmə, sürüş rejimləridir, memory paketdir. Bunlar haqqında sürüş zamanı sizə danışacağam. Dostlar, keçək sürüş testimizə. Sürüş zamanı həm maşının dinamikasına baxarıq, həmçinin sizə bir neçə özəllik haqqında məlumat verəcəm. Amma mütləq birinci kəməri bağlamalıyıq. Çünki təhlükəsizlik hər şeydən önəmlidir. Başlamışkən sizə bir şey deyim. Burada deməli bizdə təbii ki avtomat korobkadır, yəni sürətlər qutusudur. Variatordur. 3 pilləlidir. Lakin belə bir məsələ var. Misal üçün avtomobil sahibi bəyənir bunu. Mən amma o qədər də bəyənmirəm. Burada selektoru biz 2 dəfə arxaya eləməklə drive-a yəni keçirtmiş oluruq. 2 dəfə də ön tərəfə çəkməklə keçirdirik reverse-ə, yəni arxa-arxaya getmək üçün. BMW-də və ya digər joystickli maşınlarda bu bir dəfədir. X5 olsun, nə bilim 5-ci seriya olsun. Bir dəfə dala və bir dəfə qabağa eləyirsən və artıq avtomobil sürətlər qutusunu keçirdir drive və ya ki reverse rejiminə. Burada 2 dəfə eləmək lazımdır. 2 dəfə eləyirsən, bir növ əslində o qədər də problemli bir şey deyil. Sadəcə harasa tələsirsənsə 2 dəfə, nə bilim, haradasa milisaniyə udzursan, mənim üçün belədir. Amma avtomobil sahibi əksinə bunu bəyənir. Bunun da 2 dəfə olmasının səbəbi var əslində. Bir dəfə neytrala keçirdirsən, sonra isə deyə, yəni əslində normal bizdə standart sürətlər qutusu olsaydı, orada onsuz da o prosesi eləməli idik. Parking düyməsi bizdə standart elə elektron parkingdir. Əlavə olaraq bizdə sürüş rejimləri var. İndi onları yolda sizə göstərərəm. Həmçinin avtomobilin komfortu və yaxud da ki dinamikası haqqında da məlumat verərəm. Belə hələ ki yaxşı hiss elətdirir, rahatdır. O qədər də bərk deyil. Askı sistemi. Düzdür, sahibi deyir ki biraz bərkdir askı sistemi. Lakin mən deməzdim o qədər bərk olması. Bərklik bəlkə də hiss olunur tramplinlərin üstündən keçəndə, amma çox pis dərəcədə deyil yəni. Məncə rahat, yaxşı yumşaqlığı var avtomobilin. Bir də ən çox xoşuma gələn bu avtomobildə bunun sükanıdır. 2 rəngdən hazırlanıb. Görə bilərsiniz ki, 2 rəngdən hazırlanıb bu avtomobilin sükanı. Və niyə mənim xoşuma gəlir? Çünki bir növ məncə Rolls-Royce Cullinan belə bir modeli var. Cullinan'da da eyni belə sükandır. 2 hissədən ibarətdir. Qara və belə kərpic rəngi. Bir də sükanın ən aşağı hissəsi belə düzdür. Tam yumru deyil. Bu da zövqə görə düşünürəm. Yəni kimsə bəyənə bilər, kimsə bəyənməyə bilər. Mən bəyənirəm. Burada aşağıda bizdə rejimləri dəyişən bir joystick var. Bir dəqiqə. Deməli bizdə hansılar var? Bu adaptivdir. Adaptiv rejim var. Özü sənin sürüş tərzə adaptasiya olur. Eco var. Komfort var. Sport var, bir də qar rejimi var. Qar rejimi Bakıda o qədər də düşünürəm ki, ehtiyac yoxdur o qar rejiminə Bakıda. Amma qar da olanda Bakı olur.
Dostlar, yay təkərindən qışda istifadə eləməyək. Bu birincisi öz təhlükəsizliyinizdir. İkincisi də ki, digər yol iştirakçılarının təhlükəsizliyidir. Yəni qışda qış təkərindən istifadə etsək, düzdür, bizdə hamı düşünür ki, nə edirəm, artıq rasxod eləyirəm, onsuz da bizdə belə güclü qış da olmur. Cəmi bir ay nədir? Bir həftə qar olur. Amma yenə də, yəni təkərin qiyməti sənin həyatından önəmli deyil. Hal-hazırda biz komfort rejimində avtomobili idarə edirik və avtomobilin sürətlənməyi kifayət qədər yaxşıdır. Hətta yəni sürəti hiss eləmirsən. Və avtomobilin elektrikdən standart mühərrikə keçməsini belə hiss eləmirsən. Çox hamar keçir ona. Yəni səsi belə çox gəlmir. Eko rejimdə biraz bayaqki drive yoxdur, bayaqki dinamika yoxdur. Əslində düzdür, mən pedala çox bərk basmamışam, amma artıq hiss olunur. Dinamikdir, yaxşıdır, amma komfort rejimində bundan biraz daha yaxşıdır. Komfort rejimində bundan biraz daha yaxşıdır. İndi keçirdək sport rejiminə. Sport rejimdə mühərrikin səsi daha çox gəlir. Bir də sport rejimdə yerindən götürməyi biraz yaxşıdır. Və qalanı da ki, bərklik yoxdur, askı sistemində eyni qalır. Düşünürəm ki, bu rejimlər yalnız motorun işləməyini tənzimləyir proqram təminatı ilə. Askı sistemində heç bir dəyişiklik olmur. Və əsasən sport rejimində həm elektrik, həm sadə mühərriki eyni vaxtda işlədir. Ona görə tam at gücünü əldə edə bilirik. Avtomobilin performansı, yəni 295 gücü var. Amma nə bilim, tam 295 kimi hiss elətdirmir. Tam 295 at gücü kimi nə yalan deyim. Yəni internetdə çox video var. Bəzi adamlar deyir ki, yox, çox hiss olunur falan. Mənə tam o vibe vermədi, nə yalan deyim. Amma avtomobilin at gücünün çox olması bilinir. Sadəcə 295 olması, nə bilim. Yanacaq sərfiyyatı avtomobil sahibindən aldığım məlumata görə eko rejimdə 6 litrəyə qədərdir. Ümumiyyətlə, Geely şirkəti qeyd edir ki, bu avtomobil 92 oktanlı yanacaqdan istifadə olunaraq, daha doğrusu istifadə etmək olar. Sadəcə 92 oktanlı benzinin bizdə nə qədər keyfiyyətli olması biraz sual altındadır. Həmçinin, yenə də avtomobil sahibindən aldığım rəyə görə 92 oktanlı benzinlə maşına yaxşı getmir. Yəni dinamiklik yoxdur. Avtomobil boğulurmuş kimi olur. Amma 95 ilə daha yaxşı işləyir. Təbii ki, normal bir haldır. Bütün avtomobillərdə bizdə belədir. Hər zaman 95 istifadə olunursa bu avtomobildə daha yaxşı olar. Əgər uzun yol gedirsən və yuxulayırsansa, avtomobil səni izləyir. Necə izləyir? Bu hissədə, sükanın arxasında bir sensor var. Bu sensor sayəsində avtomobil sənin oyaq olduğuna nəzarət edir. Və əgər mən misal üçün yuxuya getsəm, bir neçə müddət sonra, düz indi stafordayam, ola bilər ki, misal üçün biraz yuxuladım, siqnal verməlidir. İndi risk eləmək istəmirəm, çünki şəhər daxilində sürürük. Boş yol olsaydı yoxlamaq olardı. Yuxuladığınız zaman avtomobil onu aşkar eləyir və dərhal sizi oyatmağa çalışır. Həm siqnal verir, həm vibrasiyalar verir. Belə bir maraqlı sistem var. Adaptiv kruz kontrol haqqında daha məncə mənasız olar danışmaq. Təbii ki, burada o var. Təbii ki, yəni bu sinif avtomobildə adaptiv kruz kontrol olacaq. Əlavə olaraq 360 dərəcəli kamera sistemi də sürüş zamanı da kömək eləyə bilər. Yəni istəsəz onu monitora qoşa bilərsiniz. Və yaxud da ki, parking zamanı daha çox kömək eləyir. Əlavə olaraq videonun əvvəlində qeyd elədiyim kimi, yolsuzluq şəraitində sürəndə o yuxarıdan olan görüntü
bizə kömək eləyir ki, biz görək avtomobilin altında nələr baş verir. Tam altını göstərmir, sadəcə yuxarıdan göstərir deyə artıq bilirsən ki, yəni səni qabaqda nə gözləyir. Yəni sən ola bilər düz baxanda görmədin, balaca bir şey oldu. Baxmalı yolsuzluq şəraitində fikrin tam yolda olsa da bəzi şeyləri görməyə bilərsən, çünki maşın belə yerlənir. Amma belə bir kameranın olması yaxşıdır. Düzdür, bilmirəm, həmin şəraitdə sən kameraya baxmağın nə dərəcədə düz olar, amma əlavə olaraq bir feature-dır, ingilislər demişkən, funksiyadır. Daha sonra kör nöqtələr güzgülərdə də var. Əlavə olaraq siqnal səsi də gəlir. Əgər təhlükəli bir an olarsa, misal üçün dönmə işıqlarını yandırıb, yəni pavarotinqi yandırıb dönmək istəsən və orada avtomobil olarsa, avtomobil sənə siqnal verəcək ki, təhlükəlidir. Və bir çox avtomobillərdə biz head-up display görmüşük. Və orada düzdür, məlumat çox olsa da, misal üçün BMW-lərdə də var, Mercedes-də də var. Orada tək sürəti yox, əlavə olaraq digər parametrləri də göstərir. Burada da həmin sistem var. Sürəti hal-hazırda göstərir. Sadəcə kamerada mən sizə onu göstərə bilməyəcəm. Çünki kamera onu göstərə bilmir. Və kifayət qədər aydın göstərir. Digər avtomobillərlə müqayisədə kifayət qədər yaxşıdır. Özü axşam vaxtı daha da yaxşıdır ki, fikrin speedometrdə yox, elə düz yolda olsun. Bir də avtomobildə avtoparking özəlliyi var. Bu özəllik haqqında da istəyərəm sizə hal-hazırda bir məlumat verim. Avtomobil parking edə bilir avtomatik olaraq, lakin zolaqlanma olanda daha yaxşı eləyir. Və zolaqlanma olmayan yerdə avtomatik parkingi qoşma məsləhət görmərəm təhlükəsizlik baxımından ki, birdən avtomobil görməz və nəsə səhv eləyər. Təbii ki, yəni nə qədər də texnologiya inkişaf eləsə də tam olaraq ona güvənmək məncə düz deyil, düz olmaz. Əgər sizə maraqlıdırsa, bunun üçün ayrıca bir video çəkə bilərik. Ona görə rəylərdə elə yazın və əgər sizə maraqlıdırsa, biz belə bir video çəkək bu avtomobilin avtoparking özəlliyi haqqında. Burada avtomobildə nəyi nəzərdə tutublar? Baxın necə yanaşıblar. Burada günlük yarı şəffafdır. Ona görə biz bu günlüyü aşağı saldığımızda yenə də görüntünü görürük. Yəni tam olaraq bağlı deyil və rahatlıqla sürülə bilirsən. Mən öz avtomobildə misal üçün bunu aşağı salanda məcburam biraz belə eləyim, necəsə belə sürüm, bir tər sürüm ya da onu tam olaraq belə qaldıram, onda da gün gözümə düşür. Ona görə eynək taxmadan rahat avtomobili idarə etmək üçün belə bir şey fikirləşiblər. Həm pasajir tərəfdə, həm də sürücü tərəfdə günlüklər yarı şəffaf rəngdədir. Güzgü də yerindədir, işıqlandırması ilə bir yerdə. Avtomobilin komfortu haqqında bir əlavə etsəm, nəsə əlavə edə bilərəm ki, avtomobilin oturacaqları kifayət qədər rahatdır. Anatomik oturacaqlar olduğu üçün həm kənarlardan sizi yaxşı saxlaya bilir, həm də dinamik sürüşlərdə, yəni məncə rahat olar. Əladır. Çox xoşuma gəldi avtomobilin oturacaqları, bir çox avtomobillərdən daha rahatdır. Bayaqları baxıram bu hissəyə və gör nə qədər detallı işləyiblər ki, bu hissə plasmas olduğu bilinir, o heç. Amma kojaya da oxşadıblar bunu, dəriyə oxşadıblar və nə deyirəm? Gör nə qədər detallı buradakı tikişi çəkiblər ki, əslində tikiş deyil. Bu sadəcə bir imitasiyadır. Amma çox detallı eləyiblər. Yəni ki, elə bil ki, həqiqətən burada tikiş var. Balaca bu iynə deşiklərinə qədər hamısı var. Və bu hissədə kənarda klimatın balaca belə bir dəliyi var, hansı ki bizə avtomobilin şüşələri buxar olanda o buxarı açmaq üçün daha da yaxşı kömək eləyir. Bir çox avtomobillərdə o qabaqda olur, burada isə daha yaxşı eləyiblər ki, bu tərəfdədir. Avtomobildə multimedia sistemi kifayət qədər funksionaldır. Lakin Huawei
əməliyyat sistemi ilə olduğuna görə, Huawei sistemi ilə, əməliyyat sistemi ilə olduğuna görə bir dənə əmma var. Söhbət ondadır ki, siz bu avtomobilə screen share eləyə bilmirsiniz telefondan. Yəni, CarPlay, Android Auto bu özelliklər burada olmayacaq. Burada HiCar var. Huawei'nin öz sistemidir və Huawei telefonları ilə işləyir. Həmçinin Oppo, Vivo telefonları ilə də səhv etmirəmsə, onlarla da işləyir. Amma əgər siz sırf CarPlay və yaxud da ki, Android Auto istifadə etmək istəyirsinizsə, məncə bu mümkündür. Çünki Çanqanlarda da eyni bu sistemdir və orada belə bir balaca cihazdır, USB yerinə qoşulur. CarLink kit adlanır. Onu taxırsınız. Yəni, bildiyiniz platformalarda onu satırlar, yəni marketplacelərdə. Bu məşhur Çin marketplacelərində, yəni onları tapa bilirsiniz. Adını yazsaz çıxacaq. Onu taxıb CarPlay-də, Android Auto-da rahat istifadə edə bilərsiniz. Çünki öz sistemi Çin dilindədir. Çin dilində olmasına görə də biraz narahat ola bilər. Narahat yox, elə oxunaqlı deyil. Yəni biz özümüz burada güclə nəsə başa düşə bilirik. Bir burada, bir də oturacaqların arxasında CMA logosunu görəcəksiniz. Bu CMA logosu nədir? Bu Geely şirkətinin Volvo şirkəti ilə bir yerdə hazırladığı bir platformadır. Yəni bu avtomobillər eyni platformada hazırlanır. Bu platformanın adıdır, CMA platformasıdır. Volvo şirkəti əslində Geely'nin tərkibindədir. Uzun illərdir ki, elədir. Və bu avtomobil XC90-ın qardaşıdır demək olar ki, eyni platformada qurulduqları üçün demək olar ki, yəni eyni xüsusiyyətlərdədirlər. Ümumilikdə Geely Manjaro balanslı bir SUV-dir. Həm keyfiyyətlidir, həm performansı yaxşıdır, həm komfortludur, həm ekonomdur və əsas məsələ qiyməti. Bu avtomobilin qiyməti 50-56 min civarında dəyişir komplektasiyaya görə, yəni hardasa 50-dən yuxarı olacaq. Amma ən full komplektasiyanı hal-hazırda 2026-cı ilin fevral ayında siz bu avtomobili maksimal komplektasiyada 56 min civarında ala bilərsiniz. Ona görə düşünürəm ki, bu avtomobilin bu qiymət diapazonunda, bu xüsusiyyətlərdə, bu komfortda rəqibləri çox azdır. Rəqiblərdən, misal üçün, Zeekr 001 fikirləşə bilərik, bu qiymət civarındadır. Lakin Zeekr 001 SUV deyil, tam olaraq SUV deyil. Və yaxud da ki, Changan Q07, o da maraqlı bir avtomobildir. Lakin Geely daha üstün bir brenddir. Düşünürəm ki, Volvo ilə də birgə olduqları üçün bu avtomobili daha üst bir levela qaldırır. Ümumilikdə bu qədər. Təşəkkür edirəm. Kanalımıza abunə olmağı və videonu like etməyi unutmayın. Sağ olun.